Sən də WhatsApp qruplarından çıxmaqda çətinlik çəkirsən, eyni anda bir neçə işlə məşğulsan, özünü həmişə başqaları ilə müqayisə edirsən, həyatı qaçırmaqdan qorxursan, təbrik edirəm, sən də FOMO-lusan. Salam, hər vaxtınız xeyir. Mən Sümbül Hüseynova. Kanalıma xoş gəldiniz. Bu kanalda gənclərin qarşılaşa biləcəyi problemlər və onların həll yolları ilə bağlı videolar çəkirəm. FOMO nədir? Fear of missing out, yəni bir şeyləri qaçırma qorxusu. Qədim zamanlarda insanlar qrup şəklində yaşayırdı və bir insan bir qrupdan ayrıldığı zamanı təhlükə altında olurdu. İndi isə bu real təhlükə deyil, sadəcə bizim psixologiyamızın yaratdığı təhlükədir. Sosial şəbəkə də bu hissi daha da gücləndirir. Çünki biz sosial şəbəkələrdə insanların sadəcə xoşbəxt həyatlarının, parlaq həyatlarının sadəcə 5%-ni görürük və onu öz adi həyatımızla, adi günümüzlə müqayisə edirik. Bu da bizdə qorxu yaradır. Niyə hər yerdə olmaq istəyirik? Çünki başqalarını özümüzü qəbullandırmaq istəyirik. Başqaları ilə özümüzü müqayisə edirik. Bir şeyləri qaçırmaqdan, gec qalmaqdan qorxuruq. Problem ondadır ki, biz hər yerdə ola bilmərik. Bir əlimizdə 5 qarpız tuta bilmərik. Bir şeyi seçəndə başqa bir şeydən imtina etməli oluruq. Bu zamanda beynimiz nəyisə itirməkdən qorxur. Yəni bunu seçdim, digər seçimini itirdim deyə düşünür. Həmişə bu tədbirdə olmadım, o tədbirə getmədim, bu iş fürsətini qaçırdım deyə biz özümüzü sıxırıq. Bəs FOMO bizə necə təsir edir? Birinci bizi yorur, çünki biz davamlı olaraq müqayisə edirik. İkinci, pulumuzu və enerjimizi itiririk. Yəni həmişə başqa yerlərdə olmaq istəyirik. Həm pilatesə gedirik, həm kursa gedirik, həm dil kursuna gedirik, kompüter öyrənmək istəyirik, işləmək istəyirik, səyahət eləmək istəyirik və pulumuzu hər yerə saçırıq və bir məqsədimiz olmur. Və ən önəmlisi, olduğumuz anı yaşaya bilmirik. Bəs FOMO-dan necə xilas ola bilərik? Son zamanlarda bir termin yaranıb, Joy of Missing Out, JOMO deyə qısaldılmış versiyası, bir şeyləri qaçırma sevinci deyə tərcümə olunur. Burada deyir ki, yəni hər yer sənin yerin deyil, hər fürsət sənin üçün deyil, hər dəvət sənə uyğun deyil. Seçim etmək əslində bir şeyləri itirmək deyil, əslində güc deməkdir. Yəni sən seçim eləyə bilirsənsə, öz həyatınla bağlı qərarları verə bilirsənsə və seçdiyin seçimlə xoşbəxtsənsə, sən əslində güclüsən. Bu zamanda belə bir sual ortaya çıxır. Biz doğrudan da nəyisə qaçırdırıq, yoxsa başqalarının həyatına baxmaqdan öz həyatımızı qaçırdırıq?